Salam şagirdlər, bugünkü dərsimizin izahı olacaq. Mövzu 55, müstəmləkəçilik əleyhinə üsyanlar. 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanların səbəbi komendant idarə üsulu, məmur özbaşınalığı, ağır vergilər, iltisam sistemi, köçürmə siyasəti, milli və dini zülm və digər səbəblər idi. 1830-cu ildə Car Balakən üsyanı baş verib Şeyx Şabanın başçılığı ilə. 1831-ci ildə Lənkəran üsyanı baş verib Mir Həsən xanın başçılığı ilə. 1837-ci ildə Quba üsyanı baş verib Hacı Məhəmmədin başçılığı ilə. 1838-ci ildə Şəki üsyanı baş verib Məşədi Məhəmmədin başçılığı ilə. Burada bir qeydi nəzərinizə çatdırmaq istəyirəm. Ruslar 1830-cu ildə Car Balakənə qoşun yeritdilər. Bunun iki səbəbi vardı. Bir, Car Balakən cəmaətliyinin daxili müstəqilliyini ləğv etmək. 2. Cəmaətin xəzinəyə olan borcunu ödəməməsi. Və Rusların bura qoşun yeridərək Car Balakən cəmaətliyinin daxili müstəqilliyini ləğv etməsi Car Balakəndə 1830-cu ildə üsyana səbəb olmuşdur.